Dəyərli, hörmətli izləyicilərim, sizə bu günlərim çox maraqlı bir təqdim edəcəm. Bura Mərdəkan qəsəbəsinin ən gözəl, ən nüfuzlu Zeynalabdin Tağıyev küçəsidir. Burada Mərdəkan Suite adlı bir şəhərcik salınıb. 8 villadan ibarətdir. 4'ü modern, 4'ü neoklasika. İndi isə mən sizə ətraflı bu villaları yaxından tanış edim. Villaların xüsusi girişi var məhəlləyə. Sizə canlı göstərmək istədim. Qapalı bir ərazidir. Villaların tikilişi, görünüşü, keyfiyyəti o bir başqa bir mövzudur, başqa bir kinodur dəyərli izləyicilər. Yerə vurulan tametin Weiss'dan olduğundan, Infinity hovuzundan, keyfiyyətli şüşəbənddə, yəni aynə bəndindən istifadəsindən alüminium və içərisinin hündürlüyü sadəcə keyfiyyət nişanəsidir. Bu reklam xatirə deyilən söz deyil. Canlı bunun gəlib şahidi ola bilərsiniz və gəlib baxacaqsınız inşallah. Mən sizə showroom kimi təqdim edəcəm, çünki 8 dənə villadır. Başlayaq bu villanın əsas görünüşündən. Infinity hovuz, qış mətbəxi, yaşıllıq, 8 sot ərazisi var bu villanın dəyərli izləyicilər. Digərləri isə sot olaraq fərqlidir. Hamısını sizə qeyd edəcəm. İndi isə modern üslubunda olan bu villanın içinə baxaq. Ayda. Bir dənə gözəlliyə baxın. Burada ustaların haqqı böyüdü, maliyarı olsun, hər şeyi yaxşı iş görüblər də, haqqı veriblər, stiklar, birləşmələr. Burada 45 bucaq parketin vurulmağı və divarda olan o kölgələr deyirlər də, ustalar yaxşı bilər, peşəkarlar yaxşı bilər. İdealni bir dənə maliyarkadan çıxıbdır dəyərli izləyicilər. Yeni təmirdən çıxıb və yaşayış olmayıb bu villada. Kim alsa ilk yaşayanı birinci süfrəsini özü eləyəcək. İndi növbəti otaqlara keçək. Bura mətbəx zonasıdır. Geniş bir mətbəx mebeli yığılıbdır. Bir dənə yerdən olan vitrajlı pəncərəyə baxın, birbaşa həyətə baxır. İndi bilirsiniz ki, mətbəxdə çamaşırxana dəbidədir. Burada da o nəzərə alınıb. Tikiliş zamanı. Növbəti otaqlara keçək. Proyekt belədir. Koridordan gəlirsən, yataq otaqlarına bölünüb. Hər yataq otağı, 4 yataq otağı var. İkisində hamam, tualet var. İkisində isə yoxdur. Divar içi santexniklər hamısı Groh markasına aiddir. Və belə bir gözəl, fərah bir hamam otağı. Bu yataq otağında daxilində hamam otağı var. Ümumi hamam otağı. 2 yataq otağı burada yerləşdirilib. Birinci yataq otağı və ikinci yataq otağı. Hər birinin ayrı-ayrı kupçası var. Bu evin də qiyməti 580 bin manatdır. Endirim təbii ki olacaq. Bu Azərbaycandır, endirimsiz mümkün deyil. Endirim barəsində söhbət edərik. İndi sizə növbəti bir layihəni, möhtəşəm bir neoklasik layihəsini təqdim edirəm. Seçim o qədər çoxdur ki, İstəyərsən modern alarsan, istəməzsən neoklasik alarsan, hər kəsin xanımının zövqünə görə də, belə deyək. Burada da şərait heç birincidən geriyə qalmır, hörmətli izləyicilər. Yerə vurulan kərpic rəngində tamet, Weiss'dan, yenə burada Infinity hovuz, çiməndən sonra bir nümunə kimi sizə göstərəcəm. Gəldin, əlimi qoydum bura, su da aşır buradan, olursan terapiya, relax. Yaşıllıq zonası, yenə yaşıllıq zonası, mətbəx zonası və evin özü. İndi isə bu evin içərisinə yaxından tanış olaq. Buyurun. Yeni tikilən evlərdə memarlar simmetriyaya o qədər önəm verirlər, o qədər dəqiq edirlər ki, insan özünə tikəndə biraz o üzr istəyirəm, bas geçsin eləyir də. Burada elə şey yoxdur. Hər şey çox yeri və yerində. Siz bir dənə bölgülərə, planirovkaya nəzər yetirin. Hol hissəsi istipoldur. Bura isə döşəməsi taxta parket hissəsidir. Geniş bir zaldır. 45-50 kvadrat razmerində neoklasik çalarlar, rəng tonları və lepqalar. Yerdən göyə 45'lik vitraj pəncərə və açılan qarşıda mənzərə. Siz bunu kadrdan baxıb həzz alırsınız. Mən də canlı təqdimatdan
həzz alıram. Bura mətbəx zonasıdır. Mətbəxin yer döşəməsi çox gözəldir. Çox estetik bir gözəlliyi var və isti döşəmədir. Mebel yığılıb. Çamaşır otağı, yenə də bu dəvqədir bilirsiniz. Mətbəx, çamaşır, hamısı xanımlar nəzərət tutulur da. Yəni, kişi ev almış, kişi səhəri gedir, axşam gəlir. Əsas xanımlar izləyir. Ona görə də mənim səhifəmin 70% statistikası hörmətli, dəyərli, gözəl xanımlardan 30% bəylərdən ibarətdir. Bəli, ona görə bizim səhifə daha çox ev satır. Hörmətli izləyicilər, növbəti otağı keçək. Bu isə növbəti bir master bedroom otağı. İçində hamam otağı. Burada, məsəl üçün, görürsən ki, kişinin çimir orada. Bir yəni deyirsən ki, ay kişi, yeməyin hazırdır, gəl. Kişi də oradan deyir ki, gələm də gələm. Otun gələm. Həmən söhbətlərdir də, yəni Allah azaplı getirsin. Yaşamaq belə bir şey. İndi keçək növbəti otağa. Burada planrovka belədir. Ümumi hamam otağıdır. Qapında üstünkaları və keyfiyyət ağırlığı dolduğu çox qəşəngdir. Burada da Qrox markasından santexnik istifadə olunub. Kahve metlar hamısı möhtəşəmdir. Bu reklam xatirinə deyilmir. Gözlə görülür. Bütün birləşmələr, o silikon birləşmələr evə girirsən, üzr istəyirəm, adamın üstünə gəlir. Usta doldurur, 3 manatlıq ustalardır. Burada elə şey yoxdur. Yaxşı pul qoyub, yaxşı da iş tələb eləyib və burada yenə bir yataq otağıdır. Bura növbəti yataq otağıdır. Hündürlüyü də çox qəşəngdir. Divardan aralanmağı da, yəni məsafəsi də havanın oynamağı filan, hər şey düşünülüb. Dediyim kimi, burada düşünülməmiş heç bir şey yoxdur. Pilin tusundan yerə vurulan, paraketindən divara vurulan, sədəf emulsiyasından hamam tualetinin qroxuna kimi. Düşünün, daşının, baxın, dəyərli izləyicilər, bu fürsəti əldən verməyin. Tural Əfəndi sizə ekskluzivlər təqdim edir. Çeynənmiş, hər kəsin, o girirsən saytda görürsən, 100 dənə agentlik, 100 dənə evi paylaşıb, eyni evi paylaşıb, 100'ü paylaşıb. O deyil də, sizə çox maraqlı, çox qəşəng evlər təqdim edirəm. Ekskluziv, ona görə də tüklərimcə çabuk satılır. Allah hamıza pul getirsin. İndi isə mobilsə evlərin görüşünə yaxından tanış olaq. Mərdəkan Suite şəhərciyində villa sahibi olmaq istəyirsinizsə, Əfəndiyə zəng eləyin.